Всем привет! Давайте посмотрим, что хотят сказать вам карты. Kartlar sizə nə demək istəyir? На данный момент nəyə fikir verməlisiniz? Bu stabilный человек, stabil insansız, gələcəyə getmək istəyirsiniz. Sadəcə sizin yolunuzu kimsə kəsir. Hansısa imperator kəsir və yaxud da hansısa enerjilər kəsir. Nə enerjisidir bu sizin yolunuzu kəsən? Əslində sizin yolunuzu kəsən hansısa xatirələr də ola bilsin. Bəlkə qərar verə bilmirsiniz. Əslində qərar vermirsiniz, cəhd edə bilmirsiniz. Səmimi olun özünüzlə, kartlar deyir. Ürəyiniz nə deyirsə ona qulaq asın. Хорошо. Çünki hal-hazırda elə bir enerjiniz var ki, yəni çox güclü. Etdiyiniz hər manifestin həyata keçməsini görə bilərsiniz. Manifestir, vəsiləyin yuxularınıza diqqət edin. Siz bütün taynaları, bütün sirləri yox edib, artıq o qısıtlanmaq dövründən çıxıb, hansı ki özünüzü o vəziyyətə salmışsınız. Çıxıb gələcəyə baxmaq istəyirsiniz, gələcəyə addım atmaq istəyirsiniz. Öz ayaqlarınızın üzərində durmaq istəyirsiniz, amma sizi yenə də kimsə buraxmır. Və yaxud da olduğunuz yerdən çıxmağa qorxursunuz. Çünki stabilnost varsa hardasa, o stabilnosti itirməkdən qorxursunuz. Və yaxud da hansısa enerjiden çəkinirsiniz. Hansısa üçlü burada bir şey var. Ola bilsin ki, bu iş də ola bilər və yaxud da hansısa növbəti kənardan insanların müdaxilə etmək ola bilər sizin həyatınıza. Kənardan sizin həyatınıza kimsə müdaxilə edir. Verdiyiniz qərarların üzərində durmağa sizə günahkarlıq enerjisi mane olur ki, özünüzü günahkar hiss edirsiniz və yaxud da keçmişdə olan hansısa xatirələriniz var, onları boş verib, onları atıb getməkdən çəkinirsiniz. Amma burada gələcəyə addım olacaq və heç bir təklifləri qəbul etməyəcəksiniz. Heç bir təklifləri qəbul etmirsiniz, çünki seçim arasındasınız. Вы переворачиваете разбитое сердце. То есть siz hansısa arzunuz reallaşmadısa, siz o arzunuz məhv oldusa, o arzunuza düşünürsünüz, daha çatmayacaqsınızsa, bununla bərabər qəlbinizin incinməyini də yox edirsiniz. Düz düşünürsünüz, məsələn, atıram, mənim bu xəyallarım var idi, mən o xəyallarıma çata bilmədim, mane oldular və bu mənim qəlbimi incitdi və qəlbimi çox dərin yaraladı və siz okey, bu arzular həyata keçmirsə, onda qəlbimin acısı da olmayacaq. Düz, artıq hansısa arzunuza çatmamaq, müəyyən anlayırsınız ki, alınmadı, əvvəl bu sizi incidirdisə, indi daha şəfalanırsınız ki, deməli belə olmalıydı deyə düşünürsünüz. Və getdikcə anlayırsınız ki, daha doğrudan da belə olmalıydı. Hansısa yüklər ola bilsin, asılır boynunuzda, hansısa, amma öhdəsindən gəlirsiniz. Ola bilsin ki, sizi kimsə buraxmaq istəmir. Və yaxud da sizə kimsə öz potensialınızı yetərincə özünüz üçün təkmilləşməyə və yaxud da yetərincə görsətməyə, reallaşdırmağa hansısa enerji mane olur. Bu hansı enerjidir? Qısıtlanmış jadnost. Ola bilsin, bu kimdirsə və yaxud da nədirsə, artıq heç nə istəmirsiniz, bəzən heç nə istəmirsiniz, bəzən hara cəhd edirsə, alınmırsa, sonra da peşmançılıq əziyyəti çəkirsiniz, peşmançılıq hissi çəkirsiniz, bu sizi ümidsizliyə qapandırır. Kartlar demək istəyir ki, əgər alınmırsa, deməli bu deyil, növbətisini dənə. Gələcəyə addım atmağa qorxursunuz. Əgər alınmırsa, gələcəyə addım atmaqdan qorxma. Növbəti bir şeyləri də nə deyir sənə kartlar? Ümidini itirmə. Ümidini itirmə və bil ki, əgər sənin əsl предназначение, to есть sənin qismətin olan o yol, sənin qismətin olan o peşə, o missiya çətinliklə yox, asanlıqla alınacaq. Sən onu hiss edəcəksən. Bax, əgər nəyisə dəniyirsənsə, alınmırsa, üzülmə, deməli bu deyil, növbətisidir. Amma sən üzülüb gəlib oturursan və sonra növbəti addımları etmirsən. Və burada sən yanılırsan. Çünki səndə nəsə alınmadısa, durma, deməli bu deyil, deməli növbətisidir, növbətini dənə. Anladın məni?
Надеюсь, вы меня поняли. Amma sən neyinsən? Sən üzülüb gedirsən. Başlayırsan illüziyalara qapanmağa, xəyallara qapanmağa, hansı lazımsız xəyallara. Yaxşı, kartlar sonra nə demək istəyir? Что еще хотят вам сказать карты? Mənə elə gəlir ki, sizin enerjinizi kimsə qısıtlayır və özünüzdə qorxu halındasınız, cəsarətsiz haldasınız, cəsarətsiz. Telepatiya, kimləsə telepatik bağlarınız ola bilsin var. Fikir verin. Kimisə düşünürsünüzsə, dərhal sizi yığır. Kim haqqında danışırsınızsa, dərhal həyatınıza gəlir. Deməli, bu sizdə çox güclü telepatik bağ qura bilərsiniz. Bu bağın üzərində işləyin. Sizin əbədi pozulmayan bir bağınız var özünüzlə. Ona görə də bütün cavabları özünüzdə axtarıb tapa bilərsiniz. Və işarələrdə fikir verməlisiniz. İndi əgər bilmirsinizsə, hara diqqət edin, hara yönlənəsiniz, istiqamətinizi hara tutasınız. İndi bu haqda probleminiz varsa, səbirli olun, tezliklə siz təəccüblənə bilərsiniz. Sizi nəsə təəccübləndirəcək, şaşırdacaq türklər demişkən. Время. Позвольте времени залечить все раны. Zamana bütün yaraları şəfalandırmağa icazə verməlisiniz. Sizin ruhunuz əsl gücünüzlə birləşir. Sizə burada nədir lazım, ən vacib olan şey? Özünüzü xoşbəxt hiss eləməyə icazə verin. Özünüzə xoşbəxtçiliyə icazə verin. Hər nə baş verirsə, belə də olmalıdır. Alınmırsa, yenidən denə, amma növbətisini denə. Dediyim kimi, əsl sənin olan o missiya sənə çətinliklə yox, asanlıqla baş verərək həyata keçəcək. Sən pulunu da asanlıqla qazanacaqsan, həyatda hər şeyi də asanlıqla qazanacaqsan. Amma əsl, əgər o missiyanı tapsan, o missiyanı da sənə ruhun özü aparacaq. Sadəcə dənəməkdən yorulma. Axtar, hiss et, diqqət et. Özünlə dostlaş, özünü dinləməyə bacar. Bütün cavablar daxilindədir. Kənardan gələ bilər, amma bu daxildən hansı addım atılır, daxildən hansı hərəkət olur ki, kənardan sənə hansısa işarələr gəlir. Mən anlayıram ki, mənim paslanyalarım hər kəs anlamayacaq, belə qarışıqdır. Bu belə olmalıdır. Həqiqətən sənə əsl vacib olan, dəyərli olan bir şeylərdə fikrin olsun. 100 yerə parçalanma, özünü 100 yerə parçalama. Dəyərini bilmədiyi yerdə qalma. Əziyyət çəkdiyin yerdə qalma. Səni incidən insanlarla qalma. İşarə 919 olacaq. Yəni asosiasiya. Bu paslanyan 919. 919. İmkan vermək ki, özünü günahkar hiss etməyə nəsə qüvvələr sənə özünü günahkar hiss etdirsin səni. Mən anlata bilirəm də, mən bu iki dil arasında qalmağım. Sinxronist, bir də ki, sinxronlara fikir ver. Üst-üstə düşən şeylərə. Bunların hamısına fikir ver. Ya sənin bir bloknotun, bir vərəqin, bir bloknotun, bir qələmin olmalıdır yanında daima. Yaz və anlayacaqsan, axtar. Çustva. Bir də hisslərinə fikir ver. Gör, hər bir gələn məlumatda gör nə hiss edirsən. Belə sən biləcəksən hardan gəlir bu məlumat və nə dərəcədə güclü və doğrudur bu məlumat. Belə, məncə hələ ki bu qədər. Mən sizi Telegram kanalına dəvət edirəm. Meria 999 və takже Meria 999 chatına dəvət edirəm Telegramda. Orada mən hər gün postlar paylaşıram, hər gün məlumatlar paylaşıram. Həmçinin bu YouTube kanalım yeganə kanaldır. Bura podpisk olmağı sizə dəvət edirəm. TikTok kanalı тоже Meria 999. Hər birinizi gözləyirəm. Hər birinizə uğurlar diləyirəm. Mənim yeri gəlmişkən deyim, paslanyalarımın, kanalımın əsas şərtləri alma vermə dəngəsidir. Alma vermə enerjisini qoruyub saxlamaqdır. Bəyən atın, kommentari, rəylər yazın. Mənimlə